Bismillah. 30 iyul üçün bürclərin ən şok proqnozu. Qoç, enerjiniz yüksək olacaq. Çətin görünən bir məsələ gözlənilmədən həllini tapa bilər. Boğa, maliyyə və iş sahəsində yeni imkanlar yarana bilər. Böyük qərarlar verməzdən əvvəl hər şeyi dəqiqləşdirin. Əkizlər, yeni tanışlıqlar və maraqlı xəbərlər gündəmdə olacaq. Sözlərinizə diqqət yetirin. Xərçəng, ailə və şəxsi münasibətlərdə müsbət dəyişikliklər mümkündür. Dəstək alacağınız bir gün olacaq. Şir, ulduzlar sizin tərəfinizdədir. İstedadınızı göstərmək və yeni layihələrə başlamaq üçün əlverişli zamandır. Qızıl, işlərinizi planlı şəkildə davam etdirsəniz, uğur qazanacaqsınız. Sağlamlığınıza diqqət ayırın. Tərəzi, gözlənilməz xərclər mümkündür. Emosional qərarlar verməkdən çəkinin. Əqrəb, karyera və maliyyə sahəsində sevindirici xəbər ala bilərsiniz. Səbirli olun. Ox atan, səfər, təhsil və yeni başlanğıclar üçün uğurlu gündür. Qarşınıza maraqlı fürsətlər çıxacaq. Oğlaq, əmək və zəhmətiniz qiymətləndiriləcək. Rəhbərlik və ya nüfuzlu şəxslərlə görüş uğurlu keçə bilər. Dolça, yaradıcılıq və fərqli ideyalarınız diqqət çəkəcək. Dostlarla münasibətlərdə anlayışlı olun. Balıqlar, intuisiyanız güclü olacaq. Vacib seçimlərdə daxili hissləriniz sizə doğru yolu göstərəcək. Günün ən şanslı bürcləri Qız, ox atan, Şir, ox atan və Əqrəb. Uğur, yeni imkanlar və xoş xəbərlər sizi gözləyə bilər. Günün ən gərgin bürcləri Tərəzi, Əkizlər və Buğa. Maliyyə və ünsiyyət sahəsində diqqətli olmaq, tələsik qərarlardan uzaq durmaq məsləhətdir.